Elə insanlar var ki, onların yaşı artsa belə yenə də düşüncələri 7 yaşında, 10 yaşında uşağa bərabərdir. İbn Sina belə deyirdi ki, biliyin başlanğıcı insanın sual verməsindən keçir. İnkişafın ilk addımı insanın özünü sorğulamasıdır. Ağıl insanı ucaldan ən böyük nemətdir. Halbuki insan özünə sual verməlidir. Mən nəyəm, niyə yaşayıram, hara gedirəm, nəyə çevrilirəm? Bu sualları insan özünə verməlidir. Elmi olub hikməti olmayan insan təhlükəli ola bilər. Yəni o elmi pis şeyə də istifadə edə bilər. Yəni bunların paralel istifadəsi çox mühümdür, onu demək istəyir. Deməli, dəyərli dostlar, bizim keçən dəfəki verilişimizdəki əsas aldığımız məqsədimiz bu oldu ki, insan ilk öncə xaricə yox, batinə diqqət etməlidir və öz daxili aləmini tanıyıb, öz daxili aləminə müraciət etməlidir, dəyərli insanlar. İndi bura qədər hər şey aydın olursa, ikinci çıxışımızda biz öz daxili aləmimizə müraciət etdikdən sonraki ucalma var, ucalma. İndi biz bugünkü verilişimizdə də bu haqda danışacağıq ki, insan nə vaxt həqiqətən böyüyür? Bu sual ətrafında biz sizlərə söhbət eləyəcəyik və bugünkü ikinci layihəmizin də, ikinci çıxışımızın da əsas məqsəd və sualı bundan ibarət olacaq. Ümumiyyətlə, bir çox insanın həqiqətən böyüməsini yaş artanda, təhsil alanda və pul qazanmaqda görür. Yaş artımında, təhsil alımında, pul qazanmaqda, həyatın ağırlığını anlamaqda. Yəni, bir çox şəxslər insan həqiqətini belə başa düşür ki, həqiqətən insan böyüməsi, ucalmasını belə başa düşür. Məncə, insanın həqiqi böyüməsi yalnız zamanla olmur. Zaman keçdikcə bir çox həqiqətləri başa... Yox, bu sənin onsuz da başa düşməli, məcbur olduğun şeylərdir. Bu əlavə, bundan əlavə istisna sənin, belə deyək ki, sənə lazım olan şeylər ki var, bu başqa məsələ, bu başqa məsələ. Mənim görüşümə görə, həqiqi böyümə yalnız zaman keçdikcə olmur. Çünki bəzən yaşı böyük insanın belə, çünki belə deyək bunu, dəyərli dostlar, bir fikrimi yığcamlaşdırım, o qədər fikirlər var, hamısını bir yerdə çatdıra bilmirəm. Deməli, niyə dedik ki, biz insanın həqiqi böyüməsi niyə yaş artımından, belə deyək ki, ibarət deyil? Çünki elə insanlar var ki, onların yaşı artsa belə yenə də düşüncələri 7 yaşında, 10 yaşında uşağa bərabərdir. Baxırsan ki, 60-65 yaşında var, uşaq kimi danışır. Yəni, nə olsun yaş böyüyüb? Yəni, o yaş böyüməklə o düşüncə yaşını da, əqli yaşa da inkişaf elətdirmək lazımdır. Siz artıq bildiniz mən nə demək istəyirəm. Məsələn, elə qoca var ki, ağlı 10 yaşındakı uşağın ağlıdır. Elə cavan var ki, ağlı 70 yaşındakı kişinin ağlıdır. Yəni, burada söhbət yaşdan getmir, əqli yaşdan, düşüncə və təfəkkürdən gedir. Bugün İbn Sinaya sitat gətirərək mən bu mövzu ətrafında danışacağım. İbn Sina belə deyirdi ki, biliyin başlanğıcı insanın sual verməsindən keçir, deyir. Yəni, inkişafın ilk addımı insanın özünü sorğulamasıdır. Bunlar aydındır. Bəs, ümumiyyətlə, insan nə zaman dəyişir? Belə bir suala da cavab tapaq. Bunu bəri başdan deyək ki, insanın rahatlıq içində çox az dəyişir, dəyişə bilmir. Və ən böyük dəyişikliklər isə çətinlik vaxtı başlayır, dəyərli dostlar. Çətinlikdə başlayır dəyişiklik, ən böyük dəyişikliklər. Öz zəifliyini görəndə, yanlış etdiyini anlayanda, xəyal qırıqlığına uğrayanda, nə bilim, tərk ediləndə, müasir bizim gənc dostlarım, həm yaşıdlarım belə problemlərlə üz-üzə olurlar. Tərk edildikdən sonra həqiqəti dərk eləyirlər. Yəni, o pərdə arxasını görə bilirlər. Halbuki onu sən əvvəlcədən görməliydin, o pərdə arxasını, işdən keçdikdən sonra yox.
Yəni bu dərin fikir, bu yaradıcı düşüncə təfəkkürünə malik olan bir fikir tərzidir, fikir nümunəsidir. Yəni çünki bir çox insan dünyanı araşdırır, həyat haqqında fikirləşir, amma öz daxilinə baxmır. İndi bu keçən verilişimizdə biz aydınlıq gətirdik. Bəs ümumiyyətlə belə bir sual qoyaq ortaya ki, bəs böyümək nədir? Yəni həqiqətdə böyümək nə deməkdir? Böyümək odur ki, böyümək sadəcə sərtləşmək, qatılaşmaq demək deyil. Həqiqi böyümək, belə deyək ki, həqiqi böyüməyə mən bir 4 dənə, 5 dənə bir xüsusiyyət deyəcəm. Həqiqi böyümə nədir? 1. Həqiqi böyümə daha sakit düşünmək. 2. Qəzəbi idarə etmək. 3. İnsanları anlamağa çalışmaq. 4. Hər eşitdiyinə inanmamaq və 5. Öz səhvini qəbul etmək. Bu həqiqi böyüməyin əlamətləridir. İndi biz bunu fəlsəfə tarixi dərslərində biz bu haqqda danışmışıq. Və bundan əlavə olaraq mən bunu da sizlərə nümunə olaraq göstərməyim lazım gələrsə, İbn Sina bizim dahi mütəfəkkirimiz İbn Sina belə deyirdi ki, ağıl insanı ucaldan ən böyük nemətdir. Yəni bir insanın ucalığı onun ağlından asılıdır. Yəni ona görə də ağıl sadəcə məlumat toplamaqdan ibarət deyil, belə deyək ki, doğru qərar verməkdən keçir, doğru ağıl. Və dedik ki, müasir insanlarımızın da problemi odur ki, insanlar çox məlumat toplayır, çox düşünür, çox təfəkkür edir, amma öz daxili aləminə müraciət etmir. Problem buradadır. Daxili səssizlikdən qorxur, özünə sual verməkdən qorxur, problem yaradır. Halbuki insan özünə sual verməlidir. Mən nəyəm, niyə yaşayıram, hara gedirəm, nəyə çevrilirəm? Bu sualları insan özünə verməlidir. Və İbn Sina da elm ilə əxlaqın birlikdə olmasını vacib sayır. Çünki elmi olub hikməti olmayan insan təhlükəli ola bilər. Yəni o elmi pis şeyə də istifadə edə bilər. Yəni bunların paralel istifadəsi çox mühümdür, onu demək istəyir. Və bugünkü nəticəmiz ola bilər ki, qısa oldu, amma indi bunu 1-2 gündən, 3 gündən bir yayınlanacaq deyə, dəyərli dostlar, bu layihəmiz 1 gündən, 2 gündən bir yayınlanacaq deyə çox uzatmaq istəmirəm. Bugünkü nəticəmiz nə oldu? Bugünkü sualımız məhz belədir. İnsan nə vaxt həqiqətən böyür? Mənim görüşümə görə bu sualın cavabı odur ki, insan özünü tanımağa başlayanda böyüyür, 1. 2. Səhvlərindən qaçmayanda böyüyür, 3. Düşünməyi, dərin düşünmə və təfəkkürü öyrənəndə insan böyüyür. Və bunun da ən əsası, insan yalnız dünyanı deyil, öz daxili aləmini oxumağa başlayanda həqiqətən böyüməyə başlayır, həqiqəti anlamağa başlayır və bir məqsəd çərçivə əhatəsində insan həqiqəti dərk etməyə başlayır. Və bunu da deyib bitirirəm ki, bəzən unutmayaq ki, bəzən insanın ən uzun yolu özünə gedən yoldur. Bəzən insanın ən uzun yolu özünə gedən yoldur dedik və mən burada hər birinizə təşəkkür edirəm, ümid edirəm ki, hər şey sizə aydın oldu. Velhamdülillahi Rabbil aləmin. Əs-salavat. Allahumma salli alə seyyidina Muhammed və alə seyyidina Muhammed.